Uşaqlar, bugünkü dərsimiz İran və Naxçıvan xanlıqlarıdır. Azərbaycan qərbində yaranmış İran və Naxçıvan xanlıqları arası beynəlxalq ticarət üzərində yerləşir və strateji mövqedə seçilirdi və bu səbəbdən də qonşu xanlıqların və xarici dövlətlərin hücumundan məhbus qalırdı. İndi birinci İrəvan xanlığına başlayaq. Nadir Şahın ölümündən sonra Azərbaycanın qərbində keçmiş Səfəvi dövlətinin xüsusiyyət bəylər bəyərisində yaranan iki xanlıqdan biri idi və İrəvan xanlığının əsasını Mir Mehdi xan Əfşar qoymuşdu 1747 və 1752-ci ildə hakimiyyətdə olmuşdu. Ağrı dağı, Dərəliyəz, Göyçə göl arasındakı torpaqlarda yerləşirdi ərazisi. İrəvan xanlığının ərazisini çox azadlıq düşərək təşkil edirdi. Xanlıqda qara pul adlanan yerli mis pullardan, Səfəvi dövründən qalan digər xanlıqlarda kəsilmiş pullardan da xarici pullardan da istifadə olunurdu. Xanlığın strateji əhəmiyyəti olduğundan tez-tez hücumlara məruz qalırdı və 1749-cu ildə İrəvan Qarabağ hakimi Pəhləxan xanın, sonra isə Karlıqlı Xeytəçarların və Gürcü Çarlığının hücumuna məruz qalmışdır və bir müddət onlardan asılı vəziyyətdə olmuşdur. 3 kilsə monastırının Katolikos ilə əlaqə saxlayır və o vasitə İrəvan xanlığına zərbə endirməyə çalışırdı Karlıqlı Xeytəçarlığı. 3 kilsə Azərbaycana məxsus olan və ermənilər tərəfindən 3 Məyədizin adlanan erməni dini mərkəzi idi. Katolikos isə kilsə başçısı olan patriarxın titulu idi. 1755-ci ildə Hüseynəli xan Qacar həyata keçirdiyi saray çevrilişi nəticəsində İrəvan xanı Hüseynəli xan Qacar xan oldu və İrəvanda yerli türk Qacar tayfası hakimiyyətə gəldi. 1765 və 69-cu ildə Gürcü Çarların İrəvana hücumu nəticəsində İrəvan xanlığı Gürcülərə baz verməli oldu. Lakin sonra Kərim xan Zərdin tələbi ilə o vaxt İrəvan xanı olan Hüseynəli xan heç bir baz verməyəcəyini öhdəsinə götürdü və imtina etdi. Hüseynəli xan müstəqil siyasət yürütməsi hətta bir ara Naxçıvan xanı özünə asılı salmaq cəhdi Gürcü 2-ci İraqlı narahat edirdi. Tezliklə Gürcü Çarının təhriki ilə İrəvan hakimiyyəti uğrunda mübarizə qızışı və xanlıq xeyli zəiflədi. Kərim xan Zərdin vəfatından sonra, yəni 1779-cu ildə 2-ci İraqlı İrəvan xanlığına hücum etsə də şəhəri tuta bilmədi, lakin geri qayıdarkən ərazisinin bir hissəsini və şurayəli işğal etdi və 2500 ailəni əsir apardı. Hüseynəli xan Osmanlı dövlətini 2-ci İraqlı İrəvan xanına zorla Gürcüstanın köçürü yararlı qeyri qaytarmasını tələb etmişdi. İrəvan xanı Kərim xan Zərdinə asılı vəziyyətdə düşməyib, yəni bunu yadda saxlamaq vacibdir. Daha sonra 1753-cü ildə 2-ci İraqlı Rusiyanın himayəsini qəbul etdikdən sonra İrəvan xanlığına qarşı işğalçı siyasətini fəallaşdırdı və Osmanlıların xanlığı Rusiya təzərrüzündən qorunması İrəvan xanlığı Osmanlı dövlətinə yaxınlaşdırırdı. Osmanlılar İrəvanı Rusiyaya himayə etdiyi Gürcü və erməni təzərrüzündən müdafiə edirdi. 1795-ci il Ağa Məhəmməd xan Qacarın yürüyüşü zamanı Tiflis tutulmasından sonra Məhəmməd Hüseyn xan onun hakimiyyətini qəbul etdi. Yəni 1784 və 1805-ci ildə hakimiyyətdə olmuş Məhəmməd Hüseyn xan. Keçək Naxçıvan xanlığına. Naxçıvan xanlığı da Kəngəli tayfasının başçısı olan Heydərqulu xan tərəfindən yaradılmışdı. Zəngəzurdan Arazçayı vadisinə qədər olan ərazilər əhatə edirdi. İrəvan, Qarabağ, Xoy və Murad xanlıqları ilə həmsərhəd idi. Feodal ara müharibələri xanlığın xarici işğalı, daxili istirahət çəkmələri xanlığın siyasi vəziyyətinə mənfi təsir göstərirdi. Təsərrüfatda maldarlıq mühüm rol oynayırdı. İkinci işlər bölgənin ənənəvi təsərrüfat sahəsi olaraq qalırdı. Naxçıvan xanlığının tarixi iki dövrə bölünür. Birinci dövr 1747-1797 müstəqillik və yarım müstəqillik dövrü. İkinci dövr isə 1797 və 1827-ci illəri əhatə edir. Bu da Qacar dövlətindən asılılıq dövrü kimi səciyyələnmişdir. Heydərqulu xan dövrünə bax, öz hakimiyyətini möhkəmləndirmək üçün xarici hücumlardan qorunmaq üçün qonşu xalqların müttəfiq siyasətini yürütdü. 18-ci əsrin 50-ci illərində hərbi cəhətdən zəif olduğu üçün Pənahxan xan asılılığı qəbul etmişdi. Pənahxan xan məsləhəti ilə Şəki xan Hacı Çələbi xana qarşı Gürcü Çarının yaratdığı ittifaqda qoşulmuş və Qızılqaya xəyanətində iştirak etmişdir. Heydərqulu xan vəfatından sonra Naxçıvan xanlığı zəiflədi. Xacı xan dövründə isə xanlıq Şiraz hakimi Kərim xan Zərdin vəziyyətinə asılı hala düşdü. Sonra isə Xoy və İrəvan, Qarabağ xanlıqları Gürcüstan Çarları Naxçıvanda xanlıq taxtına öz adamlarını çıxartmağa göstərdilər və bu hakimiyyət uğrunda mübarizəni daha da gücləndirdi. 18-ci əsrin 80-ci illərdə xanlığın siyasi tarixində hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyələnmişdir. Hakimiyyət uğrunda müharibə feodal dağınıqlığı Naxçıvan xanlığı xarici hücumlardan müdafiəsini çətinləşdirirdi. Gürcü Çarı 2-ci İraq ilə İrəvan xanlığından sonra Naxçıvanda işğal etməyə çalışsa da Osmanlının münaqişəsi səbəbi o bu yürüşünü baş tutmasına imkan vermədi. Gəlbəli xan dövründə, yəni 1787 və 1821-ci ildə Naxçıvan xanlığının qısa müddət ərzində sabit yaransa da Qacar dövlətinin hücumuna məruz qaldı və 1827-ci ildə Rusiya İrəvandan sonra Naxçıvan işğal edərək bir il sonra onları ləğv edib burada erməni vilayətini yaratdı. Xanlıqlar haqqında məlumat bu qədərdir. İndi xəritə hissəsinə keçək. İrəvan xanlığı yerləşirdi Göyçə yaxın bir yerdə və Naxçıvan xanlığı da ondan cənubda yerləşirdi. Hər ikisi də Səfəvi dövründə mövcud olmuş xüsusiyyət bəylər bəyliyinin ərazisi sayılırdı və burada yaranmış xanlıqlardan hesab olunurdu. Sərhəd olaraq baxsaq Makku xanlığı ilə Osmanlı imperiyası ilə İrəvan xanlığının sərhəddi var idi. Naxçıvan xanlığı isə Qarabağ, Qaradağ, Xoy xanlığı, İrəvan xanlığı, hətta belə baxsaq Təbriz xanlığına da yaxın ərazilərdə sərhəddi var idi və tez-tez Gürcülərin hücumundan məruz qalırdı, çünki Gürcüstan sərhəddə də yerləşirdi və Azərbaycan tarixində iz qoymuş xanlıqlardan biridir. Osmanlı ilə əlaqə yaratmış xanlıqlardan biri hesab olunur İrəvan və Naxçıvan xanlıqları. Ümidvaram sizin üçün faydalı olacaqdır. Xəritədən də istifadə edərsiniz. Mövzuda diqqətlə qulaq asıb mənimsəyərsiniz. Oldu, çox sağ olun.